Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, xoş gördük hər kəsi. Bugün sizləri Mərdəkandan salamlayıram. Mərdəkanda 17 sotun içində bax bu gördüyünüz geniş parkovkası olan, geniş küçəsi olan möhtəşəm bir villanın təqdimatına gəlmişik. Sözün əsl mənasında qəşəngdir. Gəlin indi keçək, birlikdə baxaq. Ya Allah. Ay maşallah. Daxil olan kimi sol tərəfdə axran evi, özünün sanitar qovşağı. Davam eləyək. Burada istənilən qədər maşın saxlaya biləcəyimiz yeri. Çox gözəldir, çox gözəl dizayn olunub. Əllərinə sağlıq, hər kim tikibsə, xeyirli, uğurlu olsun. İnşallah like'larınızı gözləyirəm. Kanalımıza dəstək olun. Abunə olmayan izləyicilərimiz abunə olsunlar. Bax, belə bir geniş həyəti var. Sağda yaşıllığı. Gəlin sizə ətraflı, tam ətraflı göstərim bütün evi. Bu arada bəzən deyiblər ki, makler evləri, tikib satanların evləri. Mən qınamıram. Zəif tikənlər var, pis tikənlər var. İndiki bu bazarda, hal-hazırda olan bazarda böyük bir rəqabət gedir. Ona görə də çox bu dəqiqə tikib satanların çoxsu, çox mükəmməl, zövqlü tikirlər, həm də keyfiyyətli tikirlər. Burada maraqlı bir güşə düzəldiblər. Bunun döşəkləri də var idi. Sadəcə olaraq havanın soyuq olmağına görə çıxardıblar. Bu da, bu arada bunu da qeyd edeyim, bu da yanır. Burada qazı da var. Burada isinmək olar. Necə isinəcəksən onu da bilmirəm. Bu boyda geniş bir yerdə. Futbol həvəskarları. Balaca bir dənə mini stadionumuz var. Burada bir dənə mini stadionumuz var. Evi dedim sizə hər tərəfli göstərəcəm. Tam istəyirəm ətraflı görəsiz. Top olsaydı futbol oynayardıq. Hava da kakras soyuqdur. Ya Allah. Deyəsən burası sudur. Evin içindən də daxil olmaq olur. Amma mən istəyirəm buradan da görəsiz. Evin içindən də göstərəcəm sizə. Kombi sistemi burada yığılıb. Burada həm çamaşırxanadır, həm də kombi sistemi buradadır. Yan tərəf gördüyünüz qədər kifayət qədər divardan aralıdır, məsafəsi var. Bu arada evin kvadratı 500 kvadrat metrdir. Wi-Fi, internet, bütün xəttlər çəkilib, suyu, qazı, işığı daimidir. Kondisionerlərinə qədər qoyulub. Üzr istəyirəm. Gəldik evin ən vacib yerlərindən biri olan hovuza. Yay aylarında rahatlıqla istifadə eləyə biləcəyiniz 10 metr uzunluğunda, 5 metr enində fərqli daşıma tipli olan, bax belə bir gözəl bir hovuzu var. Bu arada hovuz həm isitməlidir. Qış aylarında da rahatlıqla istifadə eləyə bilərsiniz. Yanında 50 kvadrat metr sahəsi olan, bəli, düzgün eşitdiniz. 50 kvadrat metr sahəsi olan, bax, belə bir geniş söhbətgahı var. Maşallah, özdə qəşəng istidir, mən buradan çıxmaq istəmirəm. Söhbətgahda da hər bir şey qoyulub. Xaladelniki hazır, mikrovolnovka sobası hazır, qazı hazır, suyu hazır. Bir dənə də qab yuyan olmalıdır, əgər varsa. Qoyulub, qoyulmuyor. Buna baxmaq istəyirəm. Burada olar, yəqin olsa. Yox, yoxdur. Qab yuyanı qoyulmuyor. Heç nə, ev sahibi onu hədiyyə verər. Gəl. Bax, burada bir dənə də sanitar qovşağı var. Maşallah, qəşək geniş. Yəni, sanitar qovşağı. Videonu dayandırma. Qoy nə varsa, nəyi görmək istəyirlərsə, necə danışıramsa elə olsun təbii. Gəl gedək. Çox qəşəng yerdir. Ürəyim açıldı evdə. Gedək görək həyəti qədər də evin içi qəşəngdir ya yox. Bu arada evin içində olmamışam. Bir dənə birinci mərtəbədə girdim, işıqları yandırdım, çıxdım. Gəl görək, bura necədir? O müştərilərimiz olur, gəlir belə vurur, deyir, görün bu nə materialdandır, gəl. Taxta ilandı.
Suya dözümlü bir taxta materialından istifadə olunub. Ya Allah. Ev nə qəşəng istidir. Daxil olduq evin içinə. Demək, xalçaları tapdalamayaq. Sağ tərəfdə 48 kvadratlıq bir zalı var. Sol tərəfdə zaldan çıxışı da var bu arada. Hovuza tərəfdə çıxmaq mümkündür. Burada yenə də eyni qaydada 45 kvadratlıq bir mətbəxi var. Burada da mətbəx avadanlıqları tam yığılıb. Gəl, qabyan tapdım. Bax, orada yox idi, burada var. Ola açılmır. Yerindən çıxardıram qabyanı. Nəysə, qapağını aça bilmədim. Qəşəngdir mətbəxi də. Bu şəkil əyridir. Bunu düzəldim. Aha, indi düzdür. Burada evin ümumi sanitar qovşağı. Necə qəşəng rəngi var kafellərin. Burada birinci mərtəbənin yataq otağı, 18 kvadratlıq bir yataq otağı və özünün geniş bir sanitar qovşağı var. Bu arada tavanın hündürlüyü 3.30'dur. Qapıların da hündürlüyü 2.20'dir. Bu arada bu boşluğu da deyirdim. Boşluğu da qəşəng doldurublar. Gəl qalxaq ikinci mərtəbəyə. Maşallah hər yer güllü çiçəklidir. İkinci mərtəbəyə. Bu arada otaqları mən də gəzməmişəm. Sizlərlə bərabər bir gəzək. Mən demirsən qutqabı çıxart, ev istidir. Maşallah böyük bir otaqdır. 30 kvadratlıq bir yataq otağıdır. Özünün sanitar qovşağı və dolabı var. Nələriyatın bura çıxanda götürərik. Burada da bir dənə də geniş dolabı var. Gəl getdik. Qutqamızı da çıxartdıq. Pilləkəndən qalxdıq, sağ tərəfdə bir yataq otağı daha var. Və yenə də özünün sanitar qovşağı və dolabı var. Burada sanitar qovşağı. Burada dolab otağı. Burada da kiçik bir eyvanı var. Devranı çəkməyək, video çox uzanmasın. Bu arada birinci mərtəbədə, ikinci mərtəbədə isti döşəməlidir. Keçirik dördüncü yataq otağına. Bunun da özünün sanitar qovşağı var. Buradan da eyvana çıxışı var. Həyət mənzərəlidir. Gəl keçək 5-ci yataq otağına. Maşallah nə qədər otaq var burada. Bu da 5-ci yataq otağı və özünün sanitar qovşağı var. Bu da geniş otaqdır. Burada da dolabı, divarçı dolabı da yığılıb hazır. Gəl qalxaq 3-cü mərtəbəyə. Ya Allah. Gedirəm tək yolu, ürəyimdə qəşəng səsim var ha maşallah. Gəl, bura da maraqlıdır, gəl. Gəldik evin 3-cü mərtəbəsinə. Məncə evin ən maraqlı nöqtəsi buradır. Açığı olmamışdım, videonun əvvəlində də dedim. Amma çöl tərəfdən də gördüm ki, məncə ən maraqlı yer buradır. Burada belə bir balkonu var, dəniz mənzərəli. Kameramız göstərsin sizlərə. Yani bu bizim plajları biraz remont eləsəydilər, lap qəşəng olardı. Gəlin qalxaq. Daha doğrusu keçək. Aça bilsək. Gəl.
Ya Allah. Deyirəm də, evin ən maraqlı nöqtəsi buradır. Super, çox qəşəng. Çox qalmayaq. Kutkam aşağıda qalıb, üşümüyüm. Bax, burada da ad gün eləyin, nişan eləyin, oturun, yiyin, için. Bu tərəfində nə var, baxaq. Buranı da qəşəng düzəldiblər, güllərin zadı. Hə, burada da bir dənə xırda bir koridor davam eləyir. Bu koridor hara çıxır? Hə, bu koridor bayaq ki bu balkona çıxır. Aydındır. Əla. Gəldik bir videomuzun daha sonuna dəyərli izləyicilərim. Bax, bu gördüyünüz 17 sotun içində olan 500 kvadratlıq saray satılır. Like'larınızı görmürəm. Like qoyanlar üçün gəlsin, dəyər dəyməz. Onu siz deyə bilərsiniz. Bu qiymətə almağa dəyər və yaxud da dəyməz. 1.700.000 manata, yəni 1 milyon dollar start qiymətdir. Təbii ki, hər zaman dediyim kimi real alıcılarımıza endirim olunacaq. Allah hər birinizə bundan daha yaxşı, daha gözəl evlər nəsib eləsin. Sağ olun, hələlik özünüzdən müğayət olun. Görüşərik.